Turnimizin baş sponsoru Nəfəs İctimai Bilinç Sədri Fəngiz xanım Balakişiyeva dəvət olunur səhnəyə. Çox hörmətli Tehran ana, əziz Tehran ana, çox hörmətli millət vəkillərimiz, çox hörmətli qonaqlar, dostlar, hər birinizi salamlayıram, xoş gəlmisiniz deyirəm. Bu tıxaclı Bakı axşamında vaxtınızı, zamanınızı, xüsusilə tədbirlərinin çox olduğu bir dövrdə vaxtınızı sərf edib gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Məni çox üzürlü sayın, mən sevdiyim insanlar haqqında keçmiş zamanda danışa bilmirəm. Ona görə mən Qədirə xanım haqqında danışa bilməyəcəm. Bugün çox gözəl sözlər deyildi, amma düşünürəm Qədirə xanım haqqında cild kitablar yazılsa kifayət etməz. Ona görə bugün tədbirin təşkilatçıları Qədirə xanımın 50 illik yubileyi ərəfəsində bu tədbirin həyata keçməsində rolu olan hər kəsə çox sağ ol deyirəm, minnətdarlığımı bildirirəm. Başda bizim Şahmat Federasiyasının rəhbəri Mahir müəllim olmaqla biz Mahir müəllimlə görüşən kimi, Mahir müəllim Qədirə xanımın adını eşidən kimi bütün işıqlar dedi qarşımızda, bütün qapılar açıqdır. Qədirə xanım hamımızın hər zaman sevgilisidir. O cümlədən çox hörmətli Faiq müəllim neçə vaxtdır bu turnirin ərsəyə gəlməsində çox böyük əziyyət çəkir. O cümlədən İlahə xanım, Nigar xanım, hər biriniz, hakim heyətimiz və xüsusilə də mənim əzizim Zeynəb xanım Məmmədiyar. Hər birinizə təşəkkür edirəm, var olun və sizdən rica eləyəcəm bu Türk dünyasının cəsur qızının 50 illik yubileyi ərəfəsində bizim ricamızı, dəvətimizi yerə salmayıb, bu turnirin başa gəlməsində iştirakçı olan bu Türk dünyasının 10 ulduzuna sizdən möhkəm bir alqış istiyorum.